işində təbii ki, peşəkarlardan olan inşaat üzrə mütəxəssis Mansur Qasımov studiyamızda qonaqdır. Mansur bəy, siz də xoş gəlmisiniz. Salamlayıram sizi Akşin bəy, təşəkkür edirəm dəvət. Təmir tikinti prosesində təmizlik bölməsi əvvəlcədən layihənin idarə olunması planlama bölməsində yer alan işlərdən biridir. Biz Menci Construction olaraq bunu da bir iş kimi görürük. Əsasən Almaniyada bu təcrübə var. Bizim şirkətdə də bəzən iş mübadiləsi, təcrübə mübadiləsi olur Almaniyanın peşəkar tikinti şirkətləri ilə. Cari təmizlik işləri gedir, cari qalıqlar, tullantılar atılır və növbəti günə gələndə hər şey qarma-qarışıq yerdənmi başlamaq, yoxsa tam sıfır nöqtəsindən təmiz bir yerdən, yəni böyük bir motivasiyadır deyə düşünürəm. Müştəriyə bir rahatçılığı vermiş oluruq, komfortu vermiş oluruq və o cümlədən də gördüyümüz işin keyfiyyətini ortaya çıxartmış oluruq. Layihə idarə olunmasında üçbucaq var, hansı ki o üçbucaqda 3 ana başlıq olur. Zaman, xərc və keyfiyyət. Zaman, xərc, keyfiyyətin üçünü də biz hər daim bir yerdə tuta bilmərik. Yəni bu üçündən ikisi daim önə çıxır və birini unutmaq məcburiyyətindəyik və yaxud ertələmək, yəni prioritet olaraq ikisi götürülür. Həm keyfiyyətli olsun, həm ucuz olsun, həm tez olsun, yəni mümkün olmayacaq bir şeydir. Bunu vəd verən şirkətmi, briqadamı, hansısa bir qurummu, yalandan başqa bir şey deyil. Bu dəqiqə maşallah elə bir dövrə gəlmişik ki, süni intellektə bir sual versək ki, mən evimi təmir elətdirmək istəyirəm, qarşı tərəfdə bir 3 seçim eləyəcəm. Nə diqqət yetirim mən onun tikinti şirkətinin? Nələri o olmazın olmazları olmalıdır ki, yəni bu artıq süni intellekt üzərindən olmasına baxmayaraq özü bir peşəkar yanaşmadır. Müştərilərimiz peşəkar bazar araşdırması eləsinlər. Yəni kimsə qiyməti ucuz dedi, kimsə zamanını qısa dedi, kimsə keyfiyyətə vəd verdi ki, ən yaxşısını eləyəcəm, ən gözəl eləyəcəm. Bu üç məsələ üzərindən tək-tək yox, ümumi meyarlarını təyin eləsinlər və meyarlar üzərindən seçimini həyata keçsinlər. Biz də Menci Construction olaraq xalqımıza, millətimizə, şirkətlərə xidmətdə hazırıq.